Telefonunu qaytarmadığı üçün tanışını bıçaqlayaraq qətlə yetirən keçmiş məhkum Rauf Sadıxovun cinayət işinin bəzi detalları məlum olub. Unikal Azın əldə etdiyi məlumata görə hadisə 2025-ci ilin dekabrında Xətai rayonu Enzeys qəsəbəsində baş verib. Belə ki, Rauf Sadıxov Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək Bakı Azadlıqlar Məhkəməsinin 5 noyabr 2020-ci il tarixli hökmünə əsasən 6 il müddətinə azadlıqdan məhrum edilib. Azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 9 ay 9 gün hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə Bakı şəhəri Nizami rayon məhkəməsinin qərarına əsasən cəzaçəkmə müəssisəsinin növü dəyişdirilərək məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb. Rauf Sadıxov 25 dekabr 2025-ci tarixdə saat 19:00-da icazə müddəti başa çatsa da cəzaçəkmə müəssisəsinə qayıtması üçün sərnişin daşıma haqqına görə kifayət qədər pul vəsaiti olmamasını əsas gətirməklə 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə geri qayıtmayıb. Azadlıqdan məhrum etmə növündə cəza çəkməkdən boyun qaçırıb. Bundan başqa Rauf Sadıxov tanışı Elsəvər Cəfərovun dəvəti ilə narkotik vasitə əldə edilməsindən məlumatsız olaraq Ramin Qarayev ilə birlikdə taksi vasitəsilə Neftçilər metro stansiyasının yaxınlığına gediblər. Elsəvər Cəfərov və Ramin Qarayev tərəfindən narkotik vasitə olan heroin əldə etdikdən sonra geri qayıdarkən avtomobilin arxa oturacağında taksi ödənişini vermək məqsədi ilə pul sayarkən işıq salması üçün telefonunu Ramin Qarayevə verib. Təyinat nöqtəsinə çatıb avtomobildən düşdükdən bir müddət sonra mobil telefonunu Ramin Qarayevdə qalmasını xatırlayıb və cihazı ondan geri tələb edib. Rauf gecə 2-də mətbəx bıçağı ilə Ramin Qarayevin döş qəfəsinə zərbələr endirib. Zərər çəkmiş aldığı xəsarətlərdən dünyasını dəyişib. Bununla da Rauf Sadıxova qarşı Cinayət Məcəlləsinin 120.1-ci, yəni qəsdən adam öldürmə və 305-ci, yəni azadlıqdan məhrum etmə növündə cəza çəkməkdən boyun qaçırma maddələrlə ittihamlara sürülüb. Orxan Rasifoğlu, Məhkəmə Xəbərləri.